Bir dəfə bir nəfər Peyğəmbərimizə sual elədi. Ya Peyğəmbər, mən namaz üstə olarkən kim məni səsləsə, mən onun səsinə səs verə bilərəm. Peyğəmbərimiz düşünmədən dedi, anan səni namaz üstə səsləsə, sən onun səsinə səs verə bilərsən. Həmin insan yenə Peyğəmbərimizə sual verdi. Ya Peyğəmbər, bizim Peyğəmbərimiz sənsən, bəs sənin Peyğəmbərin kimdir? Peyğəmbərimiz düşünmədən yenə dedi, mənim Peyğəmbərim anamdır. Bir ana borcunu qaytarmaq üçün bir ömür yaşamaq az imiş demək. Bir ana borcunu qaytarmaq üçün taleydən 5 ömür alasan gərək. Boyum da uzundur boyundan sənin. Bəs niyə sən məndən ucasan ana? Bütün səhərlərin sən ən cavanı, bütün gecelərdən qocasan ana. Ay ana, əlini